Salam, axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbəri izləyirsiniz, studiyada Arzu Xəlilovadır. Bugün səhər xoş olmayan bir xəbərlə günə başladı. Paytaxtın Nərimanov rayonunda yerləşən Afen Plaza biznes mərkəzində partlayış baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Bəs ümumiyyətlə partlayışa səbəb nə olub? İstəyək. Partlayışda dağılan biznes mərkəzi, xəsarət alan insanlar, zərər görməmək üçün ərazini tərk edən sakinlər. Hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində arxada gördüyünüz bu obyektdə baş verib. Binanın zirzəmisində baş verən partlayış digər mərtəbələrdə də dağıntılara səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilas Etmə Xidmətlərinin, eləcə də Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Xəsarət alan şəxslərin binadan çıxarılmasına başlanılıb. Hadisə yerinə çatdıqdan sonra hadisə yerinin qiymətləndirilməsi aparılarkən məlum olmuşdur ki, yanğınla müşahidə olunmayan 5 mərtəbəli ofis binasında partlayış baş vermişdi. Təhlükəsizlik tədbirləri görülərək xilas etmə əməliyyatları başlanmışdı. Xilas etmə əməliyyatları zamanı Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 7 nəfər zərər çəkmiş xilas edilərək aidiyyatı üzrə təhvil verilmişdir. Və aidiyyatı üzrə də təhlükəsizlik tədbirləri hal-hazırda davam elətdirilir. Partlayış zamanı 5 mərtəbəli bina ilə yanaşı ətrafdakı tikililər də zərər görüb. Hadisədə obyektin içərisində olan işçilərlə bərabər ərazidən keçən şəxslər də xəsarət alıb. Getdiyim yerdə bina idi, nəysə partladı, onu bəyən tulladılar. Şüşələr zadlar açdı, töküldü üstümə. Tez qalxdım, gördüm hər yanım qandı. Görüşür də, qolum, qıçım, ayaqlarım. Pis vəziyyətdədir. Neçə vaxt orada işləyirsiniz? Mən işləmirəm. Siz yolda... Mən yol keçirdim prosto. Yolda keçirmiş. Mən onu gördüm, tulladılar. Partlayış baş vermiş biznes mərkəzinin sahibi iddia edib ki, hadisəyə səbəb yol kənarındakı təmir işləridir. Onun sözlərinə görə binada qaz olmayıb. Hadisə də yeraltı qaz sızması nəticəsində baş verib. Biz şübhələnirik ki, bu yolda qaz xətti çəkirdilər, qaz işləri görülürdü. Oradan o günləri öz traktorları zədələmişdi, sonra onu bərpa elədilər orada. Şübhələnirik ki, oradan padvala qaz sızması olub. Qaz sızması nəticəsində. Neçə nəfəriniz xəsarət alıb? Bir-iki nəfərdir, bu çöldə olan adamlar şüşə zad dəyib. Əbülfət Əliyev bildirib ki, sahibi olduğu biznes mərkəzinin sığortası var. Hadisə nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı məlum olub. Onlardan isə 5 nəfəri kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Hospitalizasiya olunan şəxslərdən bir nəfərdə termiki yanıq, digərlərində isə müxtəlif dərəcəli travmaların olduğu deyilir. Xəstələrdən ikisi ağır vəziyyətdə olub, bədənin müştərək travması diaqnozu ilə müvafiq yardımlardan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Bir xəstə 3 dənə cərrahi şöbəyə daxil olub. Bir xəstədə isə ağır termiki yanıq olduğuna görə müvafiq yardımlardan sonra təcili yardımla yanıq mərkəzinə sövq olunub. Bir xəstəyə isə ambulator yardım göstərilib, evə yazılıb. Hadisə zamanı xəsarət alan 2 nəfərin vəziyyəti ağır, digər ikisinin isə orta ağırdır. Neçənci mərtəbədə işləyirdi, bilmirsiniz? İkinci mərtəbə olmaya səhv eləmirəmsə. Əşyalarını veriblər sizə? Əşyalar verdi, əşyalar qançınında uşağı gözüm, həkim gəlsin, görüm nə deyəcək. Allah köməyiniz olsun. Yenə qədər bəs danışmışsınız, nəsə deyib? Yox, heç nə, hələ bir xəbər, gəlmətsə qoyublar uşağı. Neçə yaşı var? 22. Hadisə ilə əlaqədar aidiyyatı qurumlar araşdırma aparır. Ruzana Kərimli, Samir Qasımov, Xəzər xəbər. Afen Plazada partlayışa səbəbin qaz sızması olması ilə bağlı iddiaları indidən səsləndirmək hələ tezdir. Bunu Azəriqaz Təsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib. O qeyd edib ki, bu kimi iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər. Səhər saatlarında təxminən 9-da Afen Plazada partlayış qeydə alındı. Bütün dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq hadisə yerində istintaqa başladı. Azəriqaz Təsalat Birliyi olaraq da əməkdaşlarımız
əməkdaşlarımız hadisə yerinə ezam olundu və onlar deməli birliyə aid boru xəttlərinin təftişi ilə məşğuldular. Həmin binaya qazın verilişi təmin olunmayıb. Həmçinin bina yaxınlığından keçən boru xəttlərində də hansısa nasazlıqların olduğu iddiaları səsləndirilir. Bu kimi iddiaların səsləndirilməsi tezdir. Hüquq mühafizə orqanları hadisə yerindədirlər, araşdırma aparılır, istintaq işləri icra edilir. Ən doğru məlumat istintaqın yekununda açıqlanacaq. Bu baxımdan müxtəlif iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər. Qeyd edək ki, binanın sahibi binada qaz olmadığını, yol çəkilişi zamanı qaz xəttinin zədələndiyini iddia edib. Sosial şəbəkələrdə bəzi məlumatların paylaşılması qadağan ediləcək. Söhbət hansı paylaşımlardan gedir və həmin şəxsləri hansı cəzalar gözləyir, süjetdən biləcəksiniz. Bundan sonra hər bir şəxs artıq bilməlidir ki, yazdıqları şərtlərə görə, etdikləri hərəkətə görə, etdikləri çağırışlara görə, qeyri-əxlaqi hərəkətlərinə görə mütləq şəkildə cəza alacaqlar. Ya bu pul cəzası olacaq, əgər onların etdikləri hərəkətə bu pul cəzası ilə kifayət etmirsə də o zaman da həbs ilə cəzalandırılacaqlar. İnzibati Xətalar Məcəlləsinə, o cümlədən informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunlara dəyişiklik edilir. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan paylaşımlar və qeyri-etik çağırışların edilməsi ilə bağlı yeni cərimələr müəyyənləşdirilir. Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev Xəzər Xəbərə detalları açıqlayıb. Bugün artıq İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik internet məkanlarında, sosial şəbəkələrdə bu cür əxlaqsız hərəkətlərə yol verdikləri zaman, ictimai mənəviyyata ziyan vuran ifadələr işlətdikləri zaman, bədənlərinin müxtəlif hissələrini göstərməklə, müxtəlif söyüşlər söyməklə, əxlaqsız hərəkətlər etməklə qanunları pozan şəxslər cərimələnəcəklər. Bunlar ilk olaraq birinci qanun pozuntusu zamanı 500-dən 1000 manata qədər, əgər bir il ərzində bu təkrar törədilərsə, o zaman 1000 manatdan 2000 manata qədər cərimə ilə cəzalandırılacaq. Əgər görülən tədbirlər kifayət etməyəcəksə, o zaman 1 aydan 2 aya qədər inzibati həbs cəzası da veriləcək, deyə millət vəkili bildirib. Aytən Fehruz, Xəzər Xəbər. Füzuli şəhərində mənzili su basıb və bununla bağlı videolar sosial şəbəkələrdə geniş yayılıb. İddialarda bildirilir ki, bunun səbəbi tikinti işlərinin keyfiyyəti ilə bağlıdır. Ancaq aidiyyəti qurum bildirir ki, vətəndaş tərəfindən mənzildə radiatora qanunsuz müdaxilə edildiyi üçün su basma baş verib və ümumiyyətlə təfərrüatları izləyək. Füzulidə mənzili su basıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri su basmanın səbəbini tikinti işlərinin keyfiyyəti ilə əlaqələndiriblər. Füzuli şəhərindəyik. Bir neçə gün sosial şəbəkələrdə Füzuli şəhərində tikilən binalarda tikinti normalarına uyğun işlərin aparılmaması səbəbilə evlərə su daşması iddiaları yer alıb. Hətta bununla bağlı vətəndaşlardan biri video görüntü də çəkərək sosial şəbəkədə paylaşıb. Bizlər məsələnin yerində araşdırma üçün hal-hazırda sözü gedən binada. İndi burada bildiyimə görə məhz 2 mənzilə su daşması halı baş veribdir. İddialara aydınlıq gətirmək üçün biz də sözü gedən ünvanda olduq. Yəni məlumatdan xəbərim olmadığı üçün qonşular mənə xəbərdarlıq etsin, evin su səsi gəlir. Dərhal ondan bir yarım saat 40 dəqiqə sonra nümayəndə heyətdən mənə məlumat gəldi ki, evin su basıb. Gəldim evə, yəni vəziyyəti çox bərbad bir vəziyyətdə gördüm. Yəni aşağı mərtəbə ümumiyyətlə dəhşət bir vəziyyətdədir, yəni acınacaqlı bir vəziyyətdədir. Aparılan araşdırma nəticəsində məlum olub ki, bina 5 mənzil 112-də baş vermiş su basma hadisəsi mənzildə radiatora edilən icazəsiz müdaxilə səbəbindən yaranıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətindən bildirilib ki, edilən bu özbaşına dəyişiklik barədə quruma məlumat verilməyib. Test zamanı sistemə su verildikdə zədələnmiş radiatorun açılması nəticəsində su həmin mənzillə yanaşı aşağıdakı mənzilə də axıb. Hadisədən dərhal sonra zərər çəkmiş və məsuliyyət daşıyan sakin xidmət
tərəfindən qəbul edilib və məsələnin mahiyyəti onlara izah olunub. Zərərin müvafiq olaraq onu törədən şəxs tərəfindən qarşılanmalı olduğu bildirilib. Binada yaşayanlar əvvəllər belə bir hadisənin baş vermədiyini bildiriblər. Yanvarın 18-i ikili tamam olacaq bura köçmüşük. Şəraitimiz də superdir. İsti suyumuz, suyumuz istiliyimiz, hər şey qaydasında. Biz köçkünlük şəraitində krisalara yoldaşıdıq, sıçanlara yoldaşıdıq. Kanalizasiyaların altında yaşayırdıq pis vəziyyətdə. Şükürlər olsun ki, indi hamamımız, isti suyumuz, soyuq suyumuz, qazımız, hər bir şəraitimiz var. Kommunallarla hər biri mövcuddur. Yaşadığımız mənzillər, istilik istismarı var, işığıdır, qazıdır, suyudur, Wi-Fi-dır. Bundan artıq bir insanın yaşaması üçün hansı bir mükəmməl şərait arzulayar ki, hər hansı bir insan. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti sakinləri dövlət tərəfindən istifadəyə verilmiş yaşayış fonduna özbaşına müdaxilə etməməyə, mühəndis sistemləri ilə bağlı yaranan problemlər barədə xidmətə müraciət etməyə çağırır. Daşqın Abdullayev, Rafael Mailbəy, Kəmal Əlimuradova, Xəzər xəbər. İşsizlərin aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəməsi ilə bağlı təklif son günlərdə əsas müzakirə mövzusudur. Təklif qəbul edilərsə, qeyri-formal məşğul şəxslərin sığortadan yararlanması üçün aylıq ödəniş etməsi tələb olunacaq. Bəs könüllü şəkildə ödənişdən imtina edənləri nə gözləyir? Tibbi sığorta haqqında qanuna işsizlərin də hər ay icbari sığorta haqqı ödəməsi ilə bağlı dəyişiklik təklif edilir. Başqa sözlə, təklif qəbul edilib qüvvəyə minərsə, qeyri-formal məşğul şəxslər hər ay təxmini 16 manat tibbi sığorta ödənişi etməli olacaqlar. Son günlərin əsas müzakirə mövzusuna çevrilən bu məsələdə əsas suallardan biri də bu ödənişin məcburi olub-olmaması ilə bağlıdır. Millət vəkili Müşfiq Məmmədov bu suala aydınlıq gətirərək bildirib ki, qeyri-formal məşğul şəxslərin əslində bu ödənişi etmələri məcburi olmayacaq. Yəni, həmin ödənişin edilməsi vətəndaşın seçim hüququ olacaq. Ödəməyənlər isə icbari tibbi sığorta imkanlarından yararlana bilməyəcəklər. Qeyd etdiyimiz həmin qrup vətəndaşlar aylıq 16 Azərbaycan manatı icbari tibbi sığorta haqqını ödəməzsə, o zaman icbari tibbi sığortanın verdiyi imkanlardan yararlanma hüququnu itirir və tibbi xidməti alarkən özəl sektorda və yaxud digər sahələrdə ödəniş etmək məcburiyyətində qalır. Qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur. İşsiz şəxs icbari tibbi sığorta haqqı ödəməyə başlayıbsa və bunu nə vaxtsa gecikdirdiyi halda ona cərimə tətbiq ediləcək. Hər ayın müəyyən edilmiş günündə bu icbari tibbi sığorta haqqı olan 16 Azərbaycan manatı ödənilməlidir. O zamanında ödənilmədikdə isə 10% cərimə nəzərdə tutulmuşdur. Burada məqsəd həm əhalinin legal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaq, həm də gəlir əldə edən şəxslərin ödənişlərinin özləri tərəfindən həyata keçirilməsini tənzimləməkdən ibarətdir. Əgər vətəndaş gəlir əldə etmirsə və müvafiq dövlət qurumunda işsiz kimi qeydiyyatdadırsa, onun icbari tibbi sığorta haqqı yenə də dövlət tərəfindən ödənilir. Eyni zamanda uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar da bu ödənişlərdən azaddılar. Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda 2% işçi və 2% də işə götürən olmaqla bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözgedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əmək haqqının 4% həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. İslam Əşrəfov, Yusif Kərimli, Xəzər xəbər. Gələn ilin büdcəsində işsizlikdən sığorta üçün 28 milyon manat nəzərdə tutulub. Bəs bu, ümumiyyətlə ödəniş kimlər üçün nəzərdə tutulub, vəsaiti almaq hansı şərtlər çərçivəsində olacaq, izləyək. Gələn il işsizlərə 28 milyon manat ödəniləcək. Millət vəkili Vüqar Bayramov deyir ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlar üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, 2025-ci ildə bu rəqəm 17 milyon manat idi. Bu sana xəbər verir ki, növbəti il işsizdən sığorta üçün ödənilən vəsaitin həcmi 65% artacaq.
Bu, məhz iş yerini itirən vətəndaşlarımıza dövlət tərəfindən ödənilən sığortadır və məqsəd ondan ibarətdir ki, iş yerini itirmiş vətəndaşlarımız yeni iş tapanadək məhz həmin vəsait hesabına sosial vəziyyətlərini stabil saxlaya bilsinlər. Bu ödənişi almaq istəyən şəxs əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad olunursa 2 il, hüquqi şəxs ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə və digər hallarla əlaqədar işdən azad olunduqda isə 1 ildən çox sığorta stajına malik olmalıdır. Həmçinin sığorta ödənişi hər uşağa görə 5% artırılır. Bu da imkan verir ki, həmin vətəndaşımız praktik olaraq işləmədiyi müddətdə dövlət büdcəsindən dəstək alma imkanına malik olsunlar. Eyni zamanda, əgər həmin vətəndaşımızın işini itirən və işsiz olan vətəndaşımızın ailəlidirsə və uşaqları varsa, həmin hər bir uşağa görə də 5% əlavə ödənilir. Bu zaman təbii ki, həmin uşağın 18 yaşı və ya təhsil alırsa 21 və ya 23 yaşına qədər olan uşaqlara həmin vəsaitin ödənilməsi həyata keçirilir. Burada da məqsəd təbii ki, bütövlükdə ailənin sosial təminatını gücləndirmək və sosial baxımdan dəstək olmaqdan ibarət. O baxımdan növbəti ildə məhz iş yerini itirən vətəndaşlarımız daha çox sığorta ödənişləri əldə etmə imkanı qazanacaq. Həmin vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməklə işsizlikdən sığorta vəsaitini ala bilərlər. Şəhla Poladova, Xəzər xəbər. Yasamalda yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının sakinləri qərargah yaradıblar. Onlar bildirir ki, 97 mənzilli binanın sakinləri artıq kirayə mənzillərə köçüblər. Baş vermiş hadisə ilə bağlı sakinlərin ciddi tələbləri də var. Yasamalda yanğının baş verdiyi yaşayış binasının qarşısında qərargah yaradılıb. Qərargahın əməkdaşları tərəfindən müvafiq sənədləşmə qeydiyyat işləri həyata keçirilir. Yasamalda Mirəli Seyidov küçəsində yanğın baş verən binanın mərtəbələrindən birindəyik. Bəli, faciədən geri qalan gördüyünüz mənzərədir. Bugün burada sakinlər yoxdur. Artıq 3 gündür təxliyə olunublar və müxtəlif ünvanlarda kirayə qaldıqlarını iddia edirlər. Hazırda sözü gedən ünvanda binanın qarşısında qərargah yaradılıb. Qərargah sakinlər tərəfindən yaradılıb və onların ciddi tələbi var. Binanın idarə olunmasına görə yaradılmış Yasamal 62 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin rəhbəri Heydər Mirzə Xəzər xəbərə yaradılan qərargahın məqsədindən danışıb. Elə qərargah da elə bizik. İnsanlar hərəsi bir yana qohum əqrəbəsinin, dost tanışının evində qalırlar. Və bizim məqsədimiz odur ki, artıq indi bu mərhələdə 2 məsələ. 1. İnsanların müvəqqəti olaraq kirayələrdə yerləşdirilməsi və ikincisi cinayət işi çərçivəsində biz buraya artıq xırda-xuruş başlamışıq müəyyən təmizlik və s. işləri öz hesabımıza. Bunların hamısı maddi və mənəvi təzminatla birlikdə günahkar şirkət tərəfindən məhdud məsuliyyətli MMC mülkiyyətçilərin məhdud məsuliyyətli cəmiyyətinə sakinlərə ödənilməlidir. Sakinlər deyir ki, binada inzibati işlərin görülməsinə ehtiyac var. Düzü, bizi indi ən çox narahat eləyən sakinlərin, qonşularımızın, həlak olanların, ailəsinin nə çəkdiklərini, ailəsinin üzvlərini itirənlərinin, o körpə balanın həyatdan getməsinin, Samir müəllimin həyatdan getməsinin, onunla bağlı ən çox həyəcanımız onunla bağlıdır. Əslində ən çox ədalətin bərpa olunmasını istəyərdik. Ən birinci bu cinayəti törədən obyektin, şəxslərin, onların cəza çəkməsini istəyərdik. Bu insanlara bacardığı qədər, yəni təzminat ödənilsin, ona görə ki, hər adam kirədə qala bilmir. Qeyd edək ki, yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən aidiyyatı dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosesual hərəkətlər icra edilir. Faktla bağlı Baş Prokurorluqda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Sevinç Vaqif qızı, Fidan Əsədli, Üzeyir Ağayev, Xəzər xəbər.
Bu arada Baş Prokurorluğu mətbuat xidmətindən bildirilib ki, 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən vəzifəli şəxs həbs edilib. İstintaqla hadisənin baş verdiyi binanın zirzəmi qatı və 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş Taxis Group MMC-nin Loft Klinika qanuni təmsilçisi direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş. Şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Paşayevin barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir. Və yeri gəlmişkən, hörmətli tamaşaçılar, binada baş verən yanğın səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alanlardan 4-ü könüllü olaraq özəl tibb müəssisəsinə yerləşdirilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, onlardan biri isə yeni klinikaya köçürülüb. Xatırladaq ki, yanğın nəticəsində 41 yaşlı Samir Məhəmmədov, 7 yaşlı Arzu Qəmbərli və 48 yaşlı Könül Hümbətova dünyasını dəyişib. Bakıda Şadlıq evində bədbəxt hadisə baş verib. Toya gələn 52 yaşlı kişi məclisdən sonra restoranın həyətində dünyasını dəyişib. Onun ölümünə səbəb nə olub? İzləyək. Toydan evə gedən şəxs Şadlıq evinin həyətində ölüb. Bədbəxt hadisə paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsindəki Xarı Bülbül Şadlıq sarayında baş verib. Restoranın inzibatçısı Sərvan Əhmədov deyir ki, Abşeron rayon sakini 52 yaşlı Ələkbər İsmailov toydan sonra özünü pis hiss etdiyi üçün restoranın həyətində yerdə oturub. O tərəfdən gəlirdi, rəhmətli. Gəldi, bax buralarda, bax oradan gəlirdi. Yəni görüntüdə var, prokurora da onu göstərmişik. Bax buradadır, onun 3 nəfər qohumları aparmaq istəyirdi, var kadrda. Aparmaq istəyirdi, getmədi. İşkili vəziyyətdə idi. Sonra getdi, orada əyləşib, ondan sonra rəhmətə gedib. Harada əyləşib? Qapının ağzına getmişdi, bir yerə çəkib göstərə də bilərsiniz. Qapının ağzına gedəndən sonra orada birinci, orada yaxşı vəziyyəti yaxşı olmadığına görə orada daşın üstünə də əyləşib. Əyləşəndən sonra keçib orada skamerka var. Skamerkada əyləşəndən sonra rəhmətə gedib. İnzibatçı bildirir ki, Ələkbər İsmailovun özünü pis hiss etməsindən sonra dərhal əraziyə təcili yardım da çağırıblar. Təcili yardım həkimləri əraziyə gəldikdə onun öldüyünü müəyyən ediblər. Yəqin işki çox olduğuna görə ya nədənsə xəstəliyi var idisə, o burada baş verdi. Amma sosial şəbəkələrdə yazılar ki, Xarbildə meyit tapılıb. Amma meyit tapılmayıb. Onu düzgün araşdırmaq lazımdır. Yaxşı, sonra nə ediniz? Siz orada o oturandan sonra? Oturandan sonra biz dövlət qurumlarına da zəng vurduq, həkimə də zəng vurduq. Təcili yardıma. Ondan sonra onlar gəldilər, götürlər, apardılar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmaya başlayıblar. Meyit müayinə edilməsi üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə aparılıb. Ramal Abdullayev, Elbrus Kərimli, Namiq Hüseyev, Xəzər xəbər. Son günlər paytaxt küçələrində hərəkət edən xüsusi kameralarla təchiz olunmuş avtomobillər sürücülərin diqqətini çəkir. Sosial şəbəkələrdə iddia olunur ki, bu nəqliyyat vasitələri parklanma qaydalarının pozulmasını avtomatik olaraq qeydə alır və məlumatlar emal edildikdən sonra cərimələr tətbiq edilir. Qaydanın tətbiq mexanizmi və hüquqi əsasları ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmişik. İzləyək. Son günlər paytaxt ərazisində belə kameralı avtomobillər görünür.
Parklanma ilə bağlı qayda pozuntuları avtomobilin üzərinə quraşdırılmış kameralar vasitəsilə qeydə alınır və sürücülərə cərimə tətbiq edilir. Belə nəqliyyat vasitələri vətəndaşları çaşbaş salıb. Bəs həqiqətən də sürücülər bu şəkildə cərimələnirmi? Bunun nə qədər doğru olduğunu öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, sözü gedən iPatrol maşınları dövlət avtomobil yollarında təşkil olunmuş parklanma məntəqələrində parklanma qaydalarının pozulması hallarını aşkar edir. iPatrolların istifadə məqsədi fiziki müdaxiləni minimuma endirmək, çevik formada parklanma yerlərinin monitorinqini aparmaq və bununla parklanmanın nizamlı fəaliyyətini təmin etməkdir. Bu avtomobillərə quraşdırılmış kameralar vasitəsilə avtomatik rejimdə qayda pozuntuları müəyyən edilir. Daha sonra isə məlumatlar yoxlanılır. Qayda pozuntusu təsdiqini tapdığı təqdirdə cərimə protokolu tətbiq edilir. Nəqliyyat ekspertləri isə bildirirlər ki, bu prosesi asanlaşdırsa da vətəndaşlara əlavə yüklənmədi. Ekspert əlavə edib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yalnız parklanma yerində SMS göndərməyən sürücüləri cərimələyə bilər. Əgər insanlar, belə deyək ki, bu sıx Bakı şəhərində hansısa bir çətinliklə parklama yeri tapılan bir şəhərdə, hansısa bir məhəllə arası yerlərdə, hansısa deyək ki, boş yerlərdə və həmin tələblərin, nişanın tələbləri tətbiq olunmayan ərazilərdə parklama edirsə, mənə gəlir ki, bu zaman insanların cərimələnməsi qanuna ziddir. Eyni zamanda insanların nəqliyyat sahibi olan vətəndaşların üzərinə normadan artıq nəzarət mexanizmlərinin qurulmasıdır. Normadan artıq onların büdcəsinin deyək ki, ziyan görməsinə gətirib çıxaran cərimə tətbiqləridir. Xatırladaq ki, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsi ilə parklanma müddəti başladılmalıdır. Fidan Əsədli, Xəzər xəbər. Binəqədi rayonunda 19-cu əsrə aid bina tam yararsız vəziyyətdədir. Bəs belə olan halda binanın və sakinlərinin aqibəti necə olacaq? Aidiyyatı Qurumun məsələyə münasibəti də var. Divarları çatlaq, döşəməsi yararsız. Görüntülər paytaxtın Binəqədi rayonu 3-cü mədən 121-ci korpusda yerləşən 2 mərtəbəli binadandır. 19-cu əsrdə tikilmiş bina hazırda qəzalı vəziyyətdədir. Sakinlər bildirirlər ki, hər anlarını qorxu içərisində yaşayırlar. 1897-ci ilin tikilisidir. Hazır ki, 2000-ci ildə yüngül estetik görünüşü çöldən təmir olunur. Evin yaşayışa dair hər bir sənəti var. Yaşayışa yararsız vəziyyətdədir, təhlükəli vəziyyətdədir. Hansı ki, axşam saat 10-dan sonra ağır tonajlı yük maşınları keçəndə binanın sirkələnməyi, lüstrun 45 dərəcəyə qədər əyilib qayıtmağını görə bilərsiniz. Bina çatlayır, təmir edirsən, çatlayır. Bunu ki, biz bir evin pulunu qoyub təmir eləmişik dəfələrlə. Çıxarışı da var burada, kubçası da olanlar da var. Ancaq ki, yaşamaq qeyri-mümkün olduğuna görə hamı çıxıb gedib, 3 ailə qalıb. Niyə gedib kvartirant yaşasın ilin günün bu vaxtında? Əziyyət niyə çəksin ki? Və nətər biz indi burada ölməliyik bunun içində? Nətər yaşamalıyıq? Hətta döşəmə qatının çökdüyünə görə sakinlərdən biri 2-ci mərtəbədən yıxılaraq 1-ci mərtəbəyə düşüb. Bura təhlükəlidir, yaşayış üçün sərfəli deyil, insan həyatına təhlükə yaradır yəni. Özünüz görürsünüz, bax hamısı sökülüb, tökülüb. Bura söküləndən sonra bu taxtalar yeni vurulub. Mən özüm yıxılmışam 1-ci mərtəbəyə, xəstəxanada yatmışam neçə gün. Yəni xəsarət almışdım, onu onsuz bilirlər də. İcraya da biz orada şikayət eləmişik. İcra gəlib baxıb yenə də şikayətlərə baxılmayıb yəni. Bakı şəhər 3 saylı mənzil kommunal təsərrüfat birliyindən də təsdiqlədilər ki, həmin tikili qəzalı binalar siyahısındadır. Binanın köçürülməsi nəzərdə tutulub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə Xəzər xəbərə bildirildi ki, yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək görüləcək işlərlə bağlı məlumat veriləcək. Elbrus Kərimli, Ramil İbrahimov, Xəzər xəbər. Kürdəmirdə canavarlar kənddə 16 başxırdabuynuzlu heyvanı parçalayıb. Kənd sakinləri bildirirlər ki, bu cür hallar tez-tez baş verir. Canavarlar kəndə girib heyvanları parçalayıblar. Hadisə Kürdəmirin Çöl-Qubalı kəndində baş verib. Canavarlar Şahin Səfərovun təsərrüfatında 16 baş qoyunu parçalayıb, bir neçəsini isə yaralayıb. Gecə gəlinməm 15-16 baş qarnıboğaz heyvanlarımı parçalayıb, yeyib, tələf eləyib, 10 min ziyan vurub. Biz bu kətdə yəni ki,
gəzə bilmirik, heyvanlara, məsələn, özümüzə, insanlara hücum eləyir. Bizim, məsələn, evimizdən aşağı düşə bilmirik. Sakinlər deyirlər ki, meşəlik və sıx yulğunluqla əhatə olunan kəndə mütəmadi olaraq vəhşi heyvanlar hücum edir. Son həftə ərzində sürü halında hücum edən canavarlar kənd sakinlərinin onlarla qoyununu tələf ediblər. Vəhşi heyvanlar kəndimizə basqın eləyir. Kütləvi şəkildə 2 ildir bu davam edir. İnsanlara hücum edib, insanları da pardaqlayıb, ölümdən qutarıb və bugünkü gündə mənim qonşumun heyvanlarına da xəsarət verib, 16 baş heyvan tələf olub. O heyvan düzdür, kasıbçılıqla, min bir əziyyətlə onu gətirib ərsəyə çıxardıb. O yerinə gələcək, gec-tez gələcək. Amma o ərəfədə insanlara da xəsarət yetirə bilərdi. Bir gün heyvanı yaralayan, sabah uşağı yaralayacaq, bir gün böyüyü, bir gün kiçiyinə. Yəni bu vəziyyət belə gətirir ki, biz evimizdən aşağı düşməyə qorxuruq. Yəni hər bir dənə heyvanı var, bir dənə inəyi var, bir gün sabah onu da yeyəcək. Birini atın yer, birini eşeğin yer. Sığırlı kənd bələdiyyə sədrinin müavini Balamirza Ağayev Xəzər xəbərə bildirdi ki, sakinlərin haqlı narazılığından xəbərdardılar. Məsələ ilə bağlı aidiyyət üzrə məlumat veriləcək və çox güman ki, geniş səviyyədə müəyyən tədbirlər görüləcək. Asiman Səlimov, Yusif Kərimli, Xəzər xəbər. Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlanıb. Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir bərpa işləri davam etdirilir. Bunu Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib. O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinin sürətlə davam etdiyini, infrastruktur layihələrinin də intensiv şəkildə həyata keçirildiyini, yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemlərinin qurulduğunu vurğulayıb. Qeyd olunub ki, sahibkarlığın inkişafı və məşğulluğun artırılması məqsədi ilə həyata keçirilən sosial-iqtisadi dəstək proqramları çərçivəsində insanlara yeni iş imkanları yaradılıb. Qarabağ Universitetində 2000-dən çox tələbənin təhsil aldığını da bildirib. Qafqaz Müsəlmanları İdarəsi həc ziyarətinə getmək istəyənlərə çağırış edib. Bildirilib ki, Səudiyyə Ərəbistan Krallığının Həc və Ümrə Nazirliyi növbəti həc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstəriş verib. Bəs bu il bir nəfər üçün ziyarət paketinin qiyməti nə qədərdir? Əksər vətəndaşlar mövsümün sonunda həccə getmək üçün müraciət edirlər. Həmin ərəfədə isə kvota dolur və vətəndaş ziyarətə gedə bilmir. Bütün bunların yenidən yaşamaması üçün Qafqaz Müsəlmanları İdarəsi həc ziyarətinə getmək istəyənlərə çağırış edib. Bildirilib ki, sənəd qəbulu artıq bir aydır ki, başlayıb. Bu barədə Xəzər xəbərə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Həc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Artıq bir aydır ki, həccə sənəd qəbulu davam edir. Hər gün vətəndaşlarımız müraciət edir və qeydiyyata alınırlar. Krallığın müvafiq qurumlarının rəyi əsasında bu ilki həcc vizalarının alınmasının Ramazan ayının sonunadək bitirilməsi planlaşdırılır. Vüsal Cahangiri deyib ki, vizaların verilməsi prosedurunun da vaxtından tez başlatılaraq Ramazan ayının sonunadək bitiriləcəyi gözlənilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahişimiz budur ki, vaxtın geniş olduğuna baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyatdan keçsinlər. Bu həm də öncəlikli həcc hazırlıqlarının tərəfimizdən vaxtında və səmərəli həyata keçirilməsinə böyük dəstək olacaqdır. Qafqaz Müsəlmanları İdarəsindən o da bildirilib ki, bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları təşkil edəcək. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasında aparılır. Şəbnəm Qurbansoy, Xəzər xəbər. Paytaxtın Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, naməlum şəxsin gündüz saatlarında zərər çəkənə məxsus mağazadan 600 manat pul vəsaitini açıq talama yolu ilə ələ keçirməsi barədə polisə məlumat daxil olub. Binəqədi rayon polis idarəsinin 5-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də eyni talama cinayətlərinə görə məhkum edilmiş 37 yaşlı Farid
Haris Səfərov saxlanılıb. Onun obyektdən əldə etdiyi pulları hadisədən sonra necə sayması da təhlükəsizlik kameraları vasitəsilə görüntülənib və bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı Bəhruz Əliyev də saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunub. Bəhruz Əliyev ifadəsində taksi sürücüsü görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən götürdüyünü və bükümlərə ayıraraq satmağı planlaşdırdığını bildirib. Hər iki fakt üzrə araşdırmalar davam etdirilir. Bayıl istiqamətində hərəkət edən sürücülər günün pik saatlarında tıxacdan yayınmaq üçün yeganə alternativ yola üst tuturlar. Burada isə məsələ biraz qəlizləşir. Belə ki, ara yol bərbad vəziyyətdədir. Onsuz da dar olan Neftçi Qurban deməli küçəsi həm də iri çuxurlarla doludur. Yolun sürücülər üçün əhəmiyyətini nəzərə alsaq oranın təmiri vacibdir. Bayıl qəsəbəsindəki bu küçə bərbad vəziyyətdədir. Yoldakı çala-çuxurlar xüsusən də tıxac vaxtı sürücülərə maneçilik yaradır. Söhbət paytaxtın Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi ilə Xanlar küçəsini birləşdirən ara yoldan gedir. Cəmi 40-50 metr uzunluğu olan bu küçədən gün ərzində yüzlərlə avtomobil istifadə edir. Maraqlıdır ki, hər iki əsas yolu bir-birinə birləşdirən bu balaca ara yolda tullantı su quyularının ağzı betonla bağlanıb. Bu da sürücülərə olduqca təhlükəli vəziyyət yaradır. Qəsəbədən şəhərə ya da əksinə istiqamətdə gediş-gəlişin sıx olduğu bu ərazidə yolun belə olması avtomobillərə ziyan vurur. Quyuların üzərinə vurulan beton qatı da maşının alt işlək hissəsini zədələyir. Yolumuz bərbad haldadır. O lukların hamısını betonlayırlar. Sürücülərə çox təhlükə yaradır. Xahiş edirik, onun haqqını ölçü götürəsiniz. Nə vaxtdan bəri belədir? Ömrü boyu belə olub. Mən hardasa 10 ildir beləncidir. Problem əsasən də taksi sürücülərini narahat edir. Tappa maşın dağılır, gedir. 2 manata baxırıq, işləyirik, Allah'a and olsun. Vallahi gəlirlər, sudan zatdan dağıdırlar, tökürlər, düzəltmirlər. Elə də qalır. Yollar çox narahatdır. Ümumiyyətlə bayılın yolları narahatdır. Qorxuludur. Adam maşın qabaq-qabaq gəlirlər, az qalıb butkanı vuracaq. Gətirib oraya isə beton tökdülər, bilmirəm niyə. Torba tökürdülər, qalxıb tökülürdü. Sonra gətirib betonladılar. Məsələ ilə bağlı Səbail rayon icra hakimiyyətindən sorğumuza cavab olaraq bildirdilər ki, Süzgedən ünvanda asfalt örtüyünün təmir edilməsi ilə bağlı bir müddət əvvəl aidiyyəti üzrə rəsmi müraciət olunub. İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən isə qeyd etdilər ki, quyuların ağzının betonlanması məsələsi ilə bağlı məlumat müvafiq su kanal idarəsinə yönləndirilib. Əraziyə baxış keçirilib, araşdırma aparıldıqdan sonra müvafiq işlər görüləcək. Nigar Polad, Yusif Kərimli, Cəfər Qasımov, Xəzər xəbər. Bugündən etibarən avtobuslarda qadın sürücüləri də görə biləcəyik. Bir neçə ay əvvəl Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xanım sürücülər üçün təşkil olunan təlimlər artıq başa çatıb. Müxtəlif ixtisas sahibləri olsalar da, onlar arzusunda olduğu avtobus sürücüsü kimi fəaliyyət göstərəcəklər. Bugündən etibarən avtobuslarda qadın sürücülər çalışmağa başlayıb. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədi ilə Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni təlim proqramı həyata keçirilib. Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər. Keçirilən bir neçə aylıq təlimdən sonra bugündən etibarən artıq qadın sürücülər rəsmi şəkildə fəaliyyətə başlayıblar. Onların fəaliyyətinə ilk növbədə təcrübəli mentor sürücülər tərəfindən dəstək göstəriləcək. Sürücü kimi işə başlayan Rəna Cəfərova deyir ki, öz ixtisası müəllimlik olsa da, hər zaman avtobus sürmək arzusunda olub. Elə arzusu da onu bu peşəyə gətirib. Çox gözəl hissdir avtobus sürmək bir xanım üçün. İnformatika müəlliməliyini bitirmişəm. Arzum idi. Çox sevirdim avtobus sürməyi. Az həyəcan var idi. Məsuliyyət, böyük bir məsuliyyət var idi. Rutinliyim çox oldu. Bəli, ilk minən kimi maşın mənə çətin gəldi. Maşın böyüklüyü məni narahat elədi.
bir 5-10 dəqiqə. Hətta müəllimə dedim ki, narahat oldum da maşına. Dedi, qorxma, eyni maşındır, sadəcə bu böyükdür. Digər sürücü Xalidə Səmədova isə bildirir ki, daha əvvəl də sürücü kimi fəaliyyət göstərdiyinə görə bu peşə ona yad deyil. Sərnişinlərə təhlükəsiz, diqqətli və mədəni xidmət göstərməyə tam hazırıq. Hər iki quruma da bu etimadlarına görə təşəkkür edirik. Daha əvvəl hardasa sürücü kimi fəaliyyət göstərmisiniz? Bəli, 15 ildir professional sürücülük təcrübəm var, özəl sürücü olaraq. Bax, bugün ilk dəfə işə çıxanda nə hisslər keçirdiniz? Hansısa bir çətinliyiniz oldu mu avtobus idarəsində? Həyəcan yoxdur, belə deyək də, düzün deyək. Xoş hisslər keçirdirik. İnşallah daha yaxşı olar. Qeyd edək ki, xanım sürücülər 121Y və 140 nömrəli avtobuslarda sürücü kimi fəaliyyət göstərəcəklər. Nərmin Məmməd Həsənli, Davud İbrahimov, Kəmalə Əlimuradova, Xəzər xəbər. Bəli, davam edir hörmətli tamaşaçılar. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Ukraynadakı vəziyyət, o cümlədən Amerika Birləşmiş Ştatlarının nizamlanma təklifləri kontekstində fikir mübadiləsi aparıblar. Putin Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bildirib. Rusiya lideri həmçinin qeyd edib ki, Birləşmiş Ştatların Ukrayna ilə bağlı hazırki təklifləri nizamlanma üçün əsas təşkil edə bilər. Putin və Erdoğan Ukrayna məsələsi ilə bağlı müxtəlif səviyyələrdə Rusiya-Türkiyə təmaslarının intensivləşdirilmək barədə razılığa gəliblər. Erdoğan Ukrayna ilə bağlı yardım göstərməyə və danışıqlar üçün İstanbul platformasını təmin etməyə hazır olduğunu bildirib. Putin və Erdoğan müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər. Ukraynanın Xarkov şəhəri Rusiyanın zərbə dronlarının hücumuna məruz qalıb. Zərbələr binaları dağıdı və bir neçə yanğına səbəb olub. 3 yaşayış binası və 1 infrastruktur obyekti yanıb. Hava zərbələri nəticəsində 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb. Qeyd olunub ki, şəhərdə energetika infrastrukturuna məxsus obyekt zədələnib. Hücumun nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir. Hücum təhlükəsinin hələ də aktual olduğu bildirilir. Və Moskvaya da PUA hücumu olub. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. Bu, Ukrayna pilotsuz uçuş aparatının Moskvaya yaxınlaşarkən vurulduğunu bildirib. Moskvanın Domodedovo və Zhukovski hava limanlarında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər tətbiq edilib. Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib ki, uçuş təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hava limanlarında məhdudiyyətlər tətbiq edilib. Pakistanın Pişəvər şəhərində federal polisin qərargahına hücum cəhdi olub. Hadisə nəticəsində hüquq mühafizə orqanlarının 3 əməkdaşı həlak olub. Qeyd edilir ki, hadisədən sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurma olub. Məlumata görə terrorçuların polis qərargahının binasına daxil olmasına imkan verilməyib. Onlardan biri girişdə özünü partladıb, digəri isə polis əməkdaşları tərəfindən məhv edilib. Hücum nəticəsində 12 nəfər yaralanıb. Venezuela prezidenti Nicolas Maduro rəqsi ilə gündəmə gəlib. O, Karakasda keçirilən tələbə günü tədbirində rəqs edərkən görüntülənib və belə ki, Maduro bir müddət öncə ölkəsində keçirilən partiya toplantısında çıxışı zamanı Birləşmiş Ştatlar prezidenti Donald Trump'ı təqlid etmişdi. Onun bu dəfə rəqs etdiyi mahnı İngilis dilində, həmin vaxt etdiyi çıxışın remix formasındadır. Venezuela lideri rəqsinə müharibəyə yox, sülhə, hər şüarlarında əlavə edib. Hazırda ölkənin Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə yaşadığı gərginlik fonunda Maduro'nun görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xatırladaq ki, son zamanlar Donald Trump'ın Maduro'nu hakimiyyətdən uzaqlaşdırmaq üçün müharibəyə başlamaq istədiyi barədə xəbərlər yayılıb. Bakıda fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları adlı nəzəri praktik təlim keçirilib.
Noyabrın 22-sində Fairmont Bakı otelində Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru və klinik psixoloq Kamilə Kazımova, həmçinin psixologiya ixtisasını fərqlənmə ilə bitirən Fatimə Cəfərovanın fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları adlı nəzəri praktik təlimi keçirilib. Təlimdə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, deputatlar Sevinç Hüseynova, Pərvanə Vəliyeva, Asif Əskərov və Ülvi Quliyev, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri Professor Səxavət Əliyeva, Köln Universiteti Klinikasının professoru Nuran Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova, Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələr iştirak ediblər. Təlim çərçivəsində fobiyaların psixoloji mahiyyəti, yaranma səbəbləri, növləri və aradan qaldırılması metodları barədə geniş məlumat verilib. Canlı keys üzərində hipnoz vasitəsilə pişik fobiyasının aradan qaldırılması, virtual reallıq texnikası ilə məruz qoyma metodu, real klientlərin hekayələri və onların psixoloji təhlili iştirakçılara təqdim olunub. Biz bugün burada bir psixoloqu dinləməyə deyil, həyatın özü ilə mübarizəyə qalib gəlmiş bir həyat hekayəsini dinləməyə gəlmişik. Əslində Fatimə xanım özü bir çağırışdır. Bugün o sübut etdi ki, əngəl yalnızca bədəndə deyil, insanların düşüncələrində başlayır. Bugünkü çıxış fobiyalarla bağlı deyil, əslində qorxularımızla necə üzləşəcəyimizi və onlarla necə mübarizə aparacağımızı öyrədir. Buna görə Fatimə xanıma təşəkkür edirəm. Həmişə yolu açıq və uğurlu olsun. Mən əsasən fizik məhdudiyyətdə insanlara səslənmək istəyirəm ki, heç vaxt ümidsizliyə qapılmasınlar. Hər şeyin öhdəsindən gələ bilərlər, yetər ki, istəsinlər. Vaxtında mütəxəssisə müraciət etsinlər, çünki nə qədər tez müraciət olsa, bir o qədər onu aradan qaldırmaq daha tez vaxtda baş verir. Nəinki o fobiya ilə gəzib, o sosial həyatlarını məhdudlaşdırmasın. Təlimin sonunda relaksasiya praktiki olaraq iştirakçılar üzərində tətbiq edilib və suallar cavablandırılıb. Belə hörmətli tamaşaçılar, bugünlük xəbərlərimizdən bu qədər. Sabah eyni saatda yenidən görüşmək ümidi ilə. Gecəniz xeyrə qalsın.